Bugün size 21 günlük yazı terapiya proqramı haqqında məlumat vermək niyyətindəyim dostlar. Diqqətiniz məndə olsun. 21 günlük yazı terapiya proqramı nədir? Bu proqram şəxsən mənim hazırladığım bir şəfalanma proqramıdır. Proqramın içəriğində nələr daxildir? 21 günlük proqram PDF formatında hazırlanmış, təxminən 22-24 səhifəlik bir proqramdır və bu proqramın içəriğinə sizin gündəlik tapşırıqlarınız daxildir. Yəni hər günə özəl tapşırıqlarınız var. Gündəlik niyyət, dua, afirmasiya, nəfəs texnikası, yazı mətni və eyni zamanda sonda özünə təşəkkür cümləsi var. Və ən önəmlisi hər bir proqramın içində 105 dənə sual var. Yəni günə özəl 5 sual. 21 gün boyunca siz buradaki suallara, gündəlik, günə özəl suallarınıza cavab verərək siz orada nə qazanırsınız? Və suallara hansı şəkildə cavab verməlisiniz? Önəmli olan, önəmli nöqtə burasıdır əslində. O, hər işin püf nöqtəsi olur. Yazı terapiyanın da püf nöqtəsi burasıdır. İncəlik oradadır. Baxın, sualların yazdığınızda o an zihninizə nə gəlirsə, zihninizə gələn heç bir şeyi sorğulamadan, doğru yanlış demədən, orada məntiqli cavablar axtarmadan, sualı yazdığın anda sənin beyninə nə gəlirsə cavab olaraq onu yazmağa başlayırsan və o an sənin beyninə gələn doğru, yanlış, məntiqli, məntiqsiz, hər nə gəlirsə onları yazdıqca görəcəksən ki, sənin şuuraltın səni keçmişdə yaşadığın bəlli bir anılara, sənin keçmişdə yaşadığın, amma bugün xatırlamadığın, o tərəflərinə heç baxmadığın anılarına səni aparır. Və sən keçmişdə yaşadığın o anılarına bugünkü baxış bucağınla yenidən baxdığında görürsən ki, əslində sənin necə ki bugün yaşadığın həyatında hər şey sənə xidmət üçün var. Keçmişdə yaşadığın o hallarda sənə bir şəkildə xidmət edib. Və sən keçmişdə yaşadığın o anıları yenidən xatırlayıb, yenidən ora yeni baxış bucağı ilə baxdığında, oradaki hallarınla qəbul etdiyində, onlarla halallaşdığında sənin həyatında nə baş verir? Sənin həyatında bir yumuşalma, zihnində bir sakitləşmə və sanki proqramı yazıb bitirdikdən sonra sanki çiyinlərindən yük qalxmış kimi hiss edirsən. Çünki keçmişdə yaşadığın, sənin o içindəki 0 yaşla 7 yaş arasında orada yaşayan uşağın, o yükləri bugün də sənin çiyinlərində yük olaraq qalır. Və sən o yükləri nə qədər ki sərbəst buraxmırsan, onlar sənin bugünkü həyatını da idarə edir. Çünki o 0 yaşla 7 yaş arasındaki o uşağın aldığı bəlli bir qərarlar var. Aldığı bəlli bir inançlar var. O yaşadığı halların içində onun orada nələr var əslində? Doğruları var, yanlışları var. Və sən bugün də həyatında o uşağın doğrularını, yanlışlarını yaşayırsan, bunun fərqində deyilsən. Yazı terapiya proqramındakı suallar, yəni bunlar əslində açar suallardır. Bu suallara sən cavab verdikcə keçmişinə yenidən baxdığında oradaki içindəki o balaca uşağı yenidən görmüş olursan, onun yaşadığı duyğuları yenidən yaşamış olursan, hiss etmiş olursan və nə edirsən əslində? Bugünkü halınla o uşağın yaşadıklarına yenidən baxıb, onları yenidən gözdən keçirdib və sərbəst buraxa bilirsən. Sərbəst buraxdığın hər şey sənin həyatından köklü və qalıcı şəkildə çıxır. Və sən bugün onun təkrar döngülərini yaşamağı bırakırsan. Və eyni zamanda bəzən görürsünüz ki 0 yaşla 7 yaş arasına geçməyə də bilərsiniz. Daha böyük yaşlarınızı xatırlaya bilirsiniz. Və xatırladığınız hər nədirsə, o an zihninizə gələn hər nədirsə sizin üçün doğru olan odur. Və buna görə də doğru yanlış demədən, onları birbirindən ayırmadan, onların hamısına bir-bir göz gəzdirdiyinizdə qınadıqlarınızı xatırlayırsınız. Məsəl üçün, anada qınadıqlarınızı xatırlayırsınız, atada qınadıqlarınızı xatırlayırsınız. Keçmişdə yaşadığınız, nə bilim, qohum-əqraba ilə, qonşu ilə, məktəb yoldaşları ilə yaşadığınız bir sürü şeyləri xatırlayırsınız. Yəni dostlar, uzun sözün qısası, yazı terapiya proqramı sənin içində bugünə kimi özündən belə gizlətdiyin, saxladığın bir sürü anılarını sənə xatırladır və sən onları baxıb nə edirsən əslində? O yükləri təkrardan görürsən və orada sənə ağlamaq gələ bilər, orada sənə sıxıntılar gələ bilər, gərgin hiss edə bilərsən və bunların hamısının bir şifa olduğunu xatırlayaraq
onları sevgiyle bağrına basırsan, sevgiyle qəbul edirsən ve hayatından sevgiyle serbest bırakırsan. Ve bundan sonraki hayatında neleri ki gördün, nelerin ki fərqində oldun, neleri ki hatırladın ve serbest bıraktın, bunlar senin hayatında tekrarlanmır. Senin bugün hayatta yaşadığın tekrar döngülerin senin uşaqlıqda yaşadığın, anlamadığın, idrak etmediğin, o hadisələr başına niye gəlib, bunu anlamadığın için senin beynin orada elə bir ki açıq qapılar qalıb. Orada senin beyninin almadığı cevaplar var. Hansı ki suallar yaranır bunda. O sualların cevabı cevapsız kaldığı için senin beynin bugün de tekrar o hadiseleri düşünerek o hadiseleri seni tekrar yaşatacak, o duyguları seni tekrar yaşatacak insanlarla seni karşılaştırır. Ve sen o geçmişine yeniden bakıp oradaki hallarını yeniden gözden geçirdiğinde ne edirsən onlarla tekrardan üzleşirsən ve onları sevgiyle serbest bırakırsan. Ve gündelik niyetleriniz, dualarınız, afirmasiyalarınız da bunu bir daha destekleyir ve nefes texnikasıyla bunları mühürlüyorsunuz ve gündelik tapşırıklarınızın sonunda özüne teşekkür cümlesi var. Özüne teşekkür cümlesiyle de günün tapşırığını bitirirsiniz. Bakın özüne teşekkür cümlesi niye var? Çünkü biz adeta ne edirik? Gün içinde yaşadığımız hayatta adeten özümüzü günahlandırmakla məşğuluq, özümüzü suçlamakla məşğuluq. Yine de bunu bacarmadın, bunu belə etməsəydin daha yaxşı olardı. Bir de bir sürü keşkelerimiz var. Keşke o belə olmasaydı, keşke o elə olmasaydı. Ve biz yazı terapiya programıyla məşğul olduğumuzda gündəlik özümüze teşekkür etmeyi xatırlayırıq. Ve biz eğer ki bunu 21 gün boyunca düzenli şekilde devam ederiksə, ettiğimiz her cüzi özümüze ettiğimiz, özümüze verdiğimiz emekte, her cüzi davranışımızda, her cüzi uğurumuzda nedir? Özümüze teşekkür etmeyi hatırlayırıq. Ve buna göre de herkesin istifade edebileceği, çünkü yazı terapiya programındaki suallar da sizin bilincinize göre açılacak, herkesin ihtiyacına göre açılacak ve herkesin istifade edip geçmişini serbest bırakabileceği, o travmalarından özgürleşebileceği bir programdır. Yazı terapiya programı ve sen de seçersense bu program senin için muhteşem bir hediye olabilir. Yani özünün özüne ettiğin muhteşem bir hediye olabilir.